Salam dəyərli izləyicilər. Bugün sizlərlə bir yerdə Azərbaycan dili buraxılış imtahanı üçün olan 20 sınaq vəsaitindən sınaq 1-in testlərini işləyəcəyik. Deməli, sınaq 1-də birinci mövzu fonetika mövzusudur. Əvvəlcə dil qaydalarına, sonra da mətn suallarına baxaq. Deməli, birinci sualda deyir, vurğusu dəyişməklə mənası dəyişən sözü müəyyən edin. A variantında verilib kampaniya sözü. Kampaniya sözündə vurğu A-ya düşür. Vurğusu dəyişməklə mənası dəyişən söz deyil. Ona görə bunu çıxırıq. B variantında bəzək sözü verilib. Vurğu 2-dədir. Yenə bu da uyğun deyil. Saxta sözü vurğu sondadır. Vurğusu dəyişməklə mənası dəyişən söz deyil. Deviz sözü vurğu sondadır. Bunu da çıxırıq. Doğru cavab Y variantıdır. Deməli, burada vurğuya görə iki cür ola bilir. Birincisi satirik. Vurğu sonda olduqda bu zaman sifət olur. Məsələn, deyirik satirik əsər. Deməli, vurğu sonda olduqda sifət olur. Amma bir də var satirik. Vurğu birinci i-yə düşür. Bu zamansa isim olur. Yəni, satirik dedikdə bu satirik əsər yazan insan mənasına gəlir. Yəni, isim olur. Ona görə olur Y variantı. İkinci sual. Vurğuya görə məntiq ardıcıllığı tamamlayın. Birincidə verilib diaspor sözü. Burada vurğu ikinci hecəyə düşür. Daha sonra diktator yenə 2-yə düşür. Dilemma yenə 2-dədir. Deməli, biz dördüncü sözü vurğusu ikinci hecəyə düşən söz götürməliyik. Dialoq sözündə vurğu sonuncu hecəyə, yəni o-ya düşür. Uyğun deyil. Dialekt sözündə də yenə vurğu e-yə düşür, yəni sona düşür. Uyğun deyil. Dilavər burada da sondadır. Diplomatiya A-ya düşür, yəni üçüncü hecadır, uyğun deyil. Qalır Y variantı, didaktika. Burada vurğu birinci A-ya düşür, yəni ikinci hecəyə düşür. Doğru cavab Y variantı. Üçüncü. Vurğuya görə məntiqi ardıcıllığı davam etdirən sözü müəyyən edin. Birinci söz imic sözüdür. Burada vurğu 1-ə düşür. İkincidə ilğım vurğu 2-dədir. Deməli, bura 1, 2, iaşə 3-ə düşür. İndi dördüncüdə vurğu 4-ə düşən sözü tapmalıyıq. İcarə sona düşür 3. İflas burada da sona düşür. İyanə sona düşür, yəni üçüncüyə. İqamətgah sondadır. Baxırıq 1, 2, 3, 4-cü saitin üzərinə düşür. Deməli, doğru cavab D variantıdır. İndeks sözündə də 1-ə düşür. Bu da doğru cavab deyil. Daha sonra dördüncü suala baxırıq. Fərqləndirilmiş ifadələr əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Deməli, bizə verilən cümlə belədir ki, diləklər zaman ötdükcə reallaşır, nəticələr göz oxşayan olur. Deməli, burada bizə simvollar verilib. Birinci simvol kvadrat birinci sözə, ikinci simvol da ikinci sözə aiddir. Əvvəlcə tələffüzlərinə baxaq. Deməli, diləklər sözü olur. Diləklər. Oxşayan sözündə də birinci A U-ya çevrilir, qapalı saitə keçir. Oxşayan. İndi buna uyğun olaraq cədvələ baxaq. Verilib doğrudur, yanlışdır. Birincidə deyir, bir yerdə yazılışından fərqli tələffüz məqamı var. Bu birinci sözə, yəni kvadrata verildiyinə görə birinci sözə baxmalıyıq. Birinci sözümüz diləklər sözü idi. Baxırıq, bir yerdə fərqli tələffüz var. Deməli, bu doğru fikirdir. Daha sonra, iki samitin qarşılığı yoxdur. Baxırıq, el, er. 2 yox, 3-ünün qarşılığı yoxdur. Deməli, bu səhv fikirdir. 2-ni götürmürük. Variantlarda da 2-ni çıxırıq. Daha sonra, üçüncü, kar samitin qarşılığı yoxdur. Bu işarə olan sözə baxırıq. Kar samit, oxşayan, X, Ş. İkisinin də cingiltili qarşılığı var. Deməli, üçüncü də səhv fikirdir. B variantında çıxanda qalır D variantı. Yenə də verilənlərə baxaq. 4-də deyir, 2 cingiltili samit yanaşı gəlib. Bunu yanlış fikirdə verib. Baxaq indi. Görürük, cingiltili samitlər yanaşı gəlmir. Kar cingiltili var. Deməli, bu yanlışda verilib. Ona görə doğru götürürük. Çünki yanlış fikirdir. Bir dodaqlanan sait var. Bu da ikinci sözdə verilib. Baxırıq. Dodaqlanan sait. Həm o var, həm də u var. Deməli, 1 yox, 2-dir. Bu da yanlış fikirdir. Yanlışın altında verildiyinə görə də bunu götürürük. Doğru cavab oldu D variantı.
5-ci sual. Təəssüflə sözünün səs tərkibi ilə bağlı səhv fikri müəyyən edin. Əvvəlcə tələffüzünü yazaq. Ələrdən biri düşür, digər uzun tələffüz olunur. Təəssüflə də nən kimi tələffüz olunur. A variantında deyilir, qarşılığı olmayan iki samit var. Baxırıq. N qarşılığı olmayan iki samit düzdür. 4 kar, T, S, S, F, 2 cingiltili N işlənib düzdür. 4 hecadan ibarət ahəng qanunu gözlənilir. Bizə heca dedikdə, ahəng qanunu dedikdə sözün yazılışına baxmalıyıq. Yəni hecanı taparkən yazılışa baxmalıyıq. Yazılışda görürük ki 4 sait var. Deməli burada 4 heca var. Bu da doğrudur. Daha sonra tələffüzündə yazılışından fərqli 3 məqam var. Deməli saitlərdən biri düşür. 1. Lə də nən kimi tələffüz olur. Burada da görürük ki 3 fərqli məqam var. Y variantı. Tələffüz zamanı kar samit cingiltili samitə çevrilir. Burada karın cingiltiyə çevrilməsi yoxdur. Sadəcə lə şəkilçisi nən kimi tələffüz olunur. Burada da görürük ki el, enə, yəni cingiltiliyə çevrilib. Kar cingiltili çevrilməsi yoxdur. Ona görə cavab olur Y variantı. Daha sonra 6-cı sual. Söz birləşmələrindən birinin aslı tərəfində samit qoşalığı olsa da kar cingiltili samit cütlüyünə rast gəlinmir. Deməli, deyir aslı tərəf. Aslı tərəf dedikdə birinci tərəfi götürürük. Deyir, samit qoşalığı olsa da kar cingiltili cütlük yoxdur. Birinciyə baxırıq, deyir 8-ci. 8-ci sözünün tələffüzündə ikinci K G-yə çevrilir. Kar cingiltili cütlüyü yarandı. Diqqət artıran qılardan birincisi K-ya çevrilir. Yenə burada da kar cingiltili cütlük yarandı. Ali riyaziyyat. Burada aslı tərəfdə ümumiyyətlə samit qoşalığı yoxdur. Ona görə bu variantı da çıxırıq. Sərbəstlik arzusu. Deməli, burada 2 yerdə görürük. RB, bir də T ilə edə, eldə. Burada tələffüz zamanı T düşür. Qalır sərbəstlik. SD. Kar cingiltili cütlüyü yarandı. Amma D variantında hədiyyə gətirən. Burada qoşalıq olsa da tələffüzdə yıllardan biri düşür. Yəni cütlük yaranmış olmur. Ona görə doğru cavab D variantıdır. 7-ci. Sözlərin tələffüzü ilə bağlı uyğunluğu müəyyən edin. Əvvəlcə tələffüzləri yazaq. Deməli, birinci sözdə kölgəyə sözündə ə üyə keçir, açıq sait qapalıya keçir. Yenə bərdiyə sözündə də. Güzəştsiz sözündə demişdik ki, belə sözlərdə, yəni sözün daxilində köklə şəkilçi arasında ş, t, f, t, x, t, s, t kimi cütlüklər yaranarsa, bu zaman tələffüzdə t səsi düşür və o şəkildə tələffüz olunur. Burada da görürük. Daha sonra igidliyi sözündə d, t-ya, el də d-yə çevrilir. Şəhərdir sözündə də şəxs sonluğu, daha doğrusu xəbərlik şəkilçisində sondakı er düşür. Yəni d kimi tələffüz olunur. İndi verilən variantlara baxaq. Deyir, son hecanın samiti düşür. Bayaq da dediyimiz kimi şəhərdir sözündə son hecanın son samiti, yəni er düşür. Deməli, 1-ə yazırıq Y. Daha sonra ikinci hecanın son samiti düşür. İkinci hecanın son samiti güzəştsiz sözündə idi. Dedik ki, T burada düşür. Deməli, 2-yə yazdıq C-ni. Daha sonra ikinci hecadakı açıq sait qapalıya keçir. Açığın qapalıya keçməyini də biz A ilə B-də gördük. Bunlara da yazırıq A, B. Bir dənə D variantı qaldı ki, heç birinə uyğun gəlmir. Deməli, doğru cavab oldu bizdə Y variantı. 1Y, 2C, 3A, B. 8-ci sual. Biri doğru deyil. Səhv fikir istəyir. A variantı. Qənddan sözünün deyilişi və yazılışı arasında 2 fərqli məqam var. Bu səhvdir. 2 yox, 1 fərqli məqam var. Qarşısına baxırıq, səhvdir yazılıb. Deməli, bu fikir ümumiyyətlə düzdür. Yəni, bura səhvdir, qarşısındakı da doğru verilib deyə bunu çıxırıq. Addım sözünün deyilişi və yazılışı arasında fərq yoxdur.
addım yazıldığı kimi tələffüz olunur. Burada da verilib düzdür. Bunu da çıxırıq. Şokolad sözündə dodaqlanan sait yoxdur. Burada tələffüzdə o'lar a'ya çevrilir. Sondakı d-da t kimi tələffüz olunur. Yəni dodaqlanan sait tələffüzdə yoxdur. Bu da doğru fikirdir. Ezamiyyət sözündə iki samitin kar qarşılığı yoxdur. Ezamiyyət sözündə deməli tələffüzdə y-lardan biri düşür. Bir dənə m samitinin qarşılığı yoxdur. Deməli 2 yox, 1 samitin kar qarşılığı yoxdur. Burada verilib düzdür. Bu səhv fikirdir. D uyğun gəlmir. Azadlıq sözünün tələffüzündə uzun sait var. Xeyr, yoxdur. Qarşısında səhvdir fikir verildiyinə görə bunu da çıxırıq. Doğru cavab oldu D variantı. Uyğunluğu müəyyən edin. Tərkibində 2 məqamda uzun tələffüz olunan sait var. Deməli, burada tələffüzləri yazmışam. 2 məqamda uzun tələffüz qanuni sözündə var. Həm A, həm də U uzun tələffüz olunur. 1-ə yazırıq B. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Deməli, təəccüblə sözündə 3 fərqli məqam var. Ə düşür. Bir də L şəkilçisinin tələffüzündə 2 fərqli məqam. Bu oldu 3. Bunu çıxırıq. Qanuni fərqli məqam yoxdur. Uzun tələffüzü biz fərqli məqam saymırıq. Qaranlıq. Deməli, qaranlıq sözündə lıq şəkilçisi, yəni burada l, bir də q səs dəyişimi baş verib. El, enə, qıda, xıya çevrilib. Burada 2 fərqli tələffüz var. 2 yazırıq C. Müqəddərat sözündə fərq yoxdur. Məşəqqətli sözündə də q, qıya, el də d-yə çevrilib. Burada da 2 fərqli məqam var. Yazırıq Y. Daha sonra səs düşümü və səs artımı müşahidə olunur. Bu da təəccüblə sözündədir. Ələrdən biri düşür. Sonda da n artırılır. Burada yazdıq A. Doğru cavab olur 1B, 2C, 3A. Yəni Y variantı. 10-cu sual. Sözlərin hər ikisi əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Deməli, bizə mütəfəkkir, niyyətli sözləri verilib. Əvvəlcə tələffüzlərini yazaq. Deməli, bizə verilən fikirdə deyilir ki, qarşılığı olmayan samitlə başlayır. Bu hər ikisinə aiddir. Deməli, biz bura doğru fikirləri seçməliyik. Eyni samit qoşalığı var. Mütəfəkkir sözündə yazılışda 2-2 olsa da bu tələffüzdə 2-yə çevrilir. Yəni 2 eyni samit qoşalığı yoxdur. Buna aid deyil. Amma ikinci sözə aiddir. Birinə aid olduğu üçün götürə bilmirik. İkisinə də aid olmalıdır. Deməli, 1 olan variantlara çıxa bilərik buradan. 2. Tərkibində uzanan sait iştirak edir. Heç birində uzanan sait yoxdur. Deyilişi və yazılışı arasında fərqli məqam var. Yenə burada tələffüzlərdə gördüyümüz kimi hər iki sözdə fərqli məqam var. 3 düzdür. Ahəng qanununa tabedir. Mütəfəkkir, niyyətdə hər ikisində incə saitlərdir. Kar cingiltili samit cütlüyü var. Mütəfəkkirdə KC, niyyətlidə də T'dir. Deməli 5 də düzdür. Cavab olur Y variantı. Deməli, qrammatika suallarına baxdıq. İndi keçək mətnlərə. Birinci mətn Bəhlul Danəndə və Vəzir mətnidir. Mən əvvəlcədən mətni oxuduğum üçün burada artıq oxumayacağım, vaxt itkisi olmasın deyə. Yenə də burada göstərim. Əgər oxumaq istəsəniz, videonu dayandırıb, mətni oxuya, sonra tapşırıqlara baxa bilərsiniz. Deməli, mətni oxumadan əvvəl bir şey diqqətə çatdırmaq istəyirəm ki, həmişə mətn suallarında əvvəlcə çalışın ki, suallara baxasınız. Çünki suallara baxdıqda artıq sizdə belə bir fikir formalaşır ki, siz mətni oxuyanda nələrə diqqət yetirməlisiniz. Yəni, suallarda bizə verilənlər nədir, nə tələb olunur. Artıq bunlarla bağlı fikir formalaşdığı üçün mətni oxuyanda avtomatik olaraq həmin sualların cavabını daha asanlıqla görmüş olursunuz. Deməli, birinci sualda deyilir, mətndə çərçivə daxilində verilmiş söz cümlələrin birində kontekstdəki mənasına uyğun işlənmişdir. Deməli, çərçivə daxilindəki söz almaq sözüdür. Deyir, vəzir 10 tümən verib torpağın bir topasını alır. Yəni, burada pul verib nəyisə almaqdan, əldə eləməkdən bəhs olunur. Biz də
bu mənada olan cümləni tapmalıyıq. A variantına baxaq. Deyir, dağlar başını qara dumanlar aldı. Burada görürük ki, mətndəki mənasından əlaqəsi yoxdur. Bunu çıxırıq. Sakitcə yaxınlaşıb qonşusunun əhvalını xəbər aldı. Yəni, qonşusunun əhvalını soruşdu. Burada almaq əldə etməklə heç bir əlaqəsi yoxdur. Çıxırıq. O imtahana hazırlaşdığı üçün yaxşı qiymət aldı. Qiymət almaq. Yenə burada pul verib nəyisə almaqla əlaqəli deyil. Ona görə bunda çıxırıq. Qardaşının qızı üçün gəlincik aldı. Yəni bir oyuncaq aldı. Məsələn, oyuncaq mağazasına gedir, pul verir, bir oyuncaq alır, əldə eləyir. Bu, mətndəki məna ilə uyğundur. Mətndəki sözləri çərçivəyə aldı. Çərçivəyə almaqda, məsələn, qələmlə qaralamaq və s. bu mənada işlənib. Yəni, mətndəki mənasından əlaqəsi yoxdur. Bunu da çıxırıq. Doğru cavab olur D variantı. 12-ci sual. Mətnə əsasən müəyyən edin. Birinci sütunda verilib doğrudur, ikincidə verilib yanlışdır. Doğrudan doğru fikirləri, yanlışdan da yanlış fikirləri seçməliyik. Deməli, birincidə deyilir ki, mətndə bəhs olunan məkanda məhkəmə sistemi işlək deyil. Bu, doğru fikirdir. Çünki bu hissədə deyir ki, söz padşaha çatır, əmr eləyir, vəziri tutub dar ağacının dibinə çəkirlər, asmaq istəyirlər. Yəni, birbaşa şahın əmri ilə onu edam eləməyə çalışırlar. Yəni, məhkəmə sistemi olsaydı, o öz günahının cəzasını ona uyğun çəkərdi. Amma burada birbaşa padşahın əmri məsələsi var. Yəni, məhkəmə sistemindən danışmaq olmaz. Ona görə bir düzdür, bir olmayan variantları çıxırıq. 2. Hər şey hakim şəxsin iradəsinə bağlıdır. Bu da doğrudur. Dedik ki, şahın bir sözündən vəziri dar ağacına gətirirlər, asmağa gətirirlər. Deməli, bu da doğru fikirdir. 3-də deyir ki, qonşu vəzirin sirrini həmin an açır. Bu səhv fikirdir. Həmin an yox. Deyir ki, burada qonşu razılıq alıb evə gedir. Vəzir sonra başqa bir varlıdan da borc alır və s. Bir gün vəzirin qonşusu ilə sözü çəp gəlir. Həmin an yox, başqa bir vaxt sözü çəp gələndə açır. Deməli, 3 səhvdir. Doğru cavab Y variantıdır. Yenə digərlərinə də baxaq. Deyir, hadisələr dövrümüzdə baş vermir. Bu doğru fikirdir, amma yanlışın altında verildiyinə görə bunu götürmürük. Padşah vəzirin istifa qərarına güclə müdaxilə eləyir. Bu yanlış fikirdir. Orada görürük ki, müdaxilə eləmir, eləyə bilmir. Deməli, doğru cavablar oldu 1, 2, 5, Y variantı. 13. Əvvəlində rəqəm yazılmış hansı cümlələrdə verilmiş fikir həmin fikri söyləyən obrazın xarakterinə uyğun deyil. Həmin cümlələrə baxaq. Birincidə deyir ki, mən o qoçu oğurlayacağam, heç kəsə deməzsən ha. Bu, vəzirin dilindən verilir, qonşusuna deyir. Əslində bu, vəzirin xarakterinə uyğun bir xüsusiyyət deyil. Çünki o sadəcə qonşusunu yoxlamaq üçün belə bir cümlə işlədir. O həqiqətən o qoçu oğurlamaq niyyətində deyildi. Deməli, biri götürürük. Daha sonra ikinciyə baxaq. Yaxşı eləyəcəksən, mənim ağzımdan söz çıxmaz. Bu, qonşunun xüsusiyyəti kimi verilir burada. Onun dilindən verilir. Mənim ağzımdan söz çıxmaz. Bu özünü belə göstərir. Amma sonra görürük ki, ən kiçik anlaşmazlıqda sözləri çəp gələn kimi o damın başına çıxıb qışqırmağa başlayır ki, sənin qoçunu oğurlayıb və s. Deməli, bu da onun xarakterinə uyğun deyil. Yəni, onun sözündən əməli düz gəlmir. 1-i 2-ni götürürük. Doğru cavab burada A variantıdır. Yenə digərlərinə də baxaq. Deyir ki, qonşusu o saat evin damına çıxıb bərkdən qışqırır. Çığıra-çığıra deyir. Ay qonşu, mənimlə nə vaxt gəldi dalaşırsan? Bu da o deyil ha, padşahın qoçunu oğurlayasan, kəsib yeyəsən. Burada artıq onun ikiyüzlülüyünü görürük. Yəni, o əvvəl söz versə də, bu cümləsində artıq onun öz xarakteri üzə çıxmış olur. Yəni, ona aid xüsusiyyətdir. 3-ü götürə bilmərik. 4. Şah sağ olsun, bir sözüm var, qoyun deyim, sonra məni edam etdirin. Burada artıq o niyə belə elədiyini deməyə çalışır. Bu da onun xarakteridir. Şah sağ olsun, mən Bəhlulun dediyi sözləri sınamaq istəyirdim. Burada da doğrunu deyir, yəni onun xarakterinə aiddir. Doğru cavab oldu 1 və 2. 14. Uyğunluğu müəyyən edin. 1. Mətndəki əsas fikir, mətnin ayrı-ayrı hissələrindən çıxan fikir.
Daha sonra variantlar verilib. İndi baxaq. Deməli, ada deyir ki, həqiqət acıdır, amma vacibdir. Bu, mətnin ümumi məzmununa uyğun gələn bir fikirdir. Yəni, biz mətni oxuduqdan sonra belə bir nəticə çıxara bilirik. Ona görə A-nı 1-ə yazırıq. Daha sonra, təsadüflər bəzən insana kömək olur. Bunu biz əsərin birinci hissəsinə, mətnin birinci hissəsinə, o Bəhluldan torpaq aldığı hissəyə aid eləyə bilərik. Çünki o maraqlanır, təsadüfən görür, maraqlanır və onun başına daha sonra belə bir əhvalat gəlir. Bunu ikinciyə aid eləyə bilərik. C. Elm öyrənmək üçün uzaq ölkələrə getməlisən. Mətndə belə bir məlumat, belə bir fikir yoxdur deyə aid eləyə bilmirik. İnsanların əsl xasiyyətini dara düşəndə anlayırsan. Bu da yenə mətnin ümumi məzmununa uyğun gəlir. D-1-ə yazırıq. Daha sonra Y variantı sənə güvənilməyən yerdə qalma. Bunu da biz mətnin sonuncu hissəsindən görürük. Yəni, həmin hissədən belə bir nəticə çıxara bilirik. Deməli, burada yeni yazdıq. Doğru cavab 1A-D, 2B-Y. 15. Mətnə əsasən yanlış olanları müəyyən edin. Deməli, 1-də deyir ki, Bəhlula rast gələndə vəzirin cibində cəmi 30 tümən pul vardı. Mətnə baxaq. Burada deyir ki, 10 tümən, bu torpağın hər topası neçədir deyir? 10 tümənə. 10 tümən verib bir topasını alır. Sonra ikinci topanı da alır. Burada da bir 10 tümən verir. Sonra deyir ki, bir şey başa düşməyib son pulunu, yəni qalan 10 tüməni də verib, üçüncü topanı alır. Yəni, 3 dəfə 10 tümən verir. Son pulu da dediyinə görə deməli onun cibində 30 tümən var imiş həmin anda. Bu düz variantdır. Birləri çıxırıq. 2. Vəzir padişahın heç bir xüsusiyyətini bilmirdi. Bu yanlış fikirdir. Düzdür, onu yaxşı tanımırdı. Amma məsələn, mətndə belə bir fikir var idi ki, məsələn, deyir burada, qonşu padişahın bir qoçu var, onu çox istəyir. Bu, padişahın bir xüsusiyyətidir, qoçu çox istəməyi. Deməli, onunla bağlı tamamilə tanımır demək fikri yanlışdır. Ona görə bunu götürürük. Qonşunun vəzirə qarşı əvvəlcədən qərəzi var idi. Bu fikir də yanlışdır. Mətndə onun qərəzi olması ilə bağlı bir fikir verilmir. Sadəcə orada deyilir ki, onların bir ara sözü çəp gəlir. Sözü çəp gəldiyinə görə sirri açıb danışır. 3-ü də götürürük. Yaşlı vaxtında da insan ibrət ala bilər fikri vəzirə aiddir. Bu doğru fikirdir. Vəzir qısa müddətdir ki, padişahın yanındaydı. Bu səhv fikirdir. Çünki burada deyir ki, mən sənə 40 il qulluq eləmişəm. Yəni, qısa müddət deyildi. 40 il qısa müddət deyil. Deməli, doğru cavab oldu 2, 3, 5. 16. Cədvələ tamamlayan fikirlər yazın. Mətndə tənqid olunan xüsusiyyət. Padişahın simasında, qonşunun simasında. Deməli, məsələn, padişahın simasına nə yaza bilərik? Mətndə görürük ki, o, yanında 40 il çalışmış olan vəzirin sözünə etimad etmir, dəyər vermir. Qonşunun sözlərinə tez inanır, vəziri tez mühakimə eləyir, onu asdırmaq istəyir. Bu xüsusiyyətləri padişaha yaza bilərik. Məsələn, dəyər verməmək, tez inanmaq, tez mühakimə eləmək, öz vəzirini tərəfini tutmamaq, qorumamaq və s. Qonşunun simasında da yaza bilərik ki, satqın idi, etibarsız idi. Ən kiçik anlaşmazlıqda o, başqasının sirrini açıb hamıya bildirir. Yəni, etibarsız bir insandır. Bu xüsusiyyətləri bura yaza bilərik. Yəni, etibarsızlıq, satqınlıq və s. 17. Mətndə əvvəlində işarə qoyulmuş söz və ifadələrin qarşılığını müəyyən edib yazın. Deməli, bu işarələrə baxmalıyıq. Birinci buradadır. Deyir, vəzir məhtəl qalıb öz-özünə deyir. Məhtəl qalmaq, təəccüblənmək, çaş-baş qalmaq, təəccüb eləmək, nə edəcəyini bilməmək bu kimi mənalara gəlir. İkinciyə baxaq. Deyir, vəzir də gecə qoçu gizlin başqa yerə aparır, bir şaqqa ət alıb evinə gətirir. Bir şaqqa ət dedikdə, burada şaqqa sözünü nəzərdə tutur. Şaqqa bir parça ət deməkdir, yəni ikiyə parçalanmış ət, bir parça ət. Belə yaza bilərik.
Mətndəki vəzir obrazının xarakteri ilə bağlı 2 xüsusiyyət. Deməli, görürük ki, Bəhlulla qarşılaşdıqdan sonra o torpaqları alır və insanları sınamaq qərarına gəlir. Məsələn, bura yaza bilərik ki, insanları sınayandır. Ağıllıdır, düşüncəlidir. Ona etibar edilməyən yerdə qalmır, çıxır gedir. Bu da onun düşüncəli, ağıllı olduğunu göstərir. Və s. 19. Mətndə nöqtələrin yerinə mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Deməli, mətnimiz bədii üslubdaydı. Bədii üsluba aid ifadə yazmaq dedikdə bizdə burada məcaziliyə yer vermək və s. Yəni, bədii üslubun xüsusiyyətlərinə uyğun ifadə yazmaq nəzərdə tutulur. Obrazlı ifadələr, məcazilik, frazoloji birləşmələr və s. Deməli, bizə verilən hissəyə baxaq. Deyir, vəzir bu sözləri sınamaq üçün evinə yol alır, evinə üz qoyur deyə bilərik. Evinə yollanır. Yollanır burada məcazilik yaratmır, amma yol alır, üz qoyur deyə bilərik. Burada yazaq. Yol alır, üz qoyur. 20. İnsanları tanımaq üçün onları dar gündə yoxlamalısan hökmünü mətnlə əlaqələndirib fikrinizi yazın. Deməli, mətndən də görürük ki, vəzir padşahın yanında 40 ildən artıq çalışmışdı. Və o bu müddətdə onu tanıdığını düşünsə də əslində həmin hadisələrdən sonra nə qədər yanıldığını, əslində yanında çalışdığı padşahı heç də yaxşı tanımadığını anlayır. Eyni zamanda qonşusu da eyni şəkildə ən kiçik anlaşmazlıqda onu satır. Onun sirrini hər kəsə elan edir. Yəni, dar gündə onları sınadıqda onların nə qədər etibarsız olduqlarını açıq şəkildə görür. Bu fikirləri buraya yaza bilərik. Digər mətnə keçək. Deməli, İrəvan qalası haqqında bir publisistik mətndir. Yenə mətni göstərim burada. Videonu da yandırıb oxuya bilərsiniz. Birinci sual. Mətnlə bağlı fikirlərdən doğru olanları müəyyən edin. Birincidə deyilir ki, qala tikiləndən 323 il sonra ruslar tərəfindən işğal olunub. Mətndə deyilir ki, 1504-cü ildə qala tikilir, 1827-ci ildə isə ruslar tərəfindən işğal olunur. 1827-dən bunu çıxsaq, görürük ki, yerdə 323 il qalır. Deməli, birinci fikir doğrudur. Biri götürürük. Osmanlılar qalanın möhkəmlənməsində maraqlı olmayıblar. Bu səhv fikirdir. Rusların əksinə olaraq Osmanlılar oranı möhkəmləndirirlər, qayğı göstərirlər və s. Mətndə də bu fikirlər verilib. Qalanı tikən şəxsin adı əbədiləşdirilib. Burada da deyildiyi kimi, 1. Şah İsmailin tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən tikdirilir. Rəvanqulu xan adı da əvvəlcə Rəvan qalası olur. Sonra İrəvan kimi işlədilir. Yəni, adı əbədiləşdirilir, fikri düzdür. 3-ü götürürük. Qala buraya hücum edən ilk Rus generalı tərəfindən işğal edilib. Bu da səhv fikirdir. Doğru cavab C variantı. Burada verilib ki, onlar işğal eləyə bilmirlər. Buna görə də Qudoviç Rus ordusunun komandanı vəzifəsindən azad edilir. Daha sonra yerinə gələn Paskeviçin komandanlığı altında Rus qoşunu oranı işğal eləyir. 22. Mətnə əsasən uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır, ehtimaldır. 1. 17-ci əsrdə qalada ticarət mövcud olmuşdu. Mətnin bu hissəsində deyilir ki, onun yazdığına görə qalada 800 ev var idi. Əhalisi müsəlmanlardan ibarət. Ermənilər qalaya gündüzlər ticarət məqsədi ilə gəlir, gecələr oranı tərk edirdilər. Yəni, ticarət mövcud idi.
Bu doğru fikirdir. 1-ə A-nı yazırıq. İrəvan qalası Rusiya dövlətindən qorunmaq məqsədi ilə tikilib. Bu səhv fikirdir. Gördük ki, Rəvan xanın adı ilə bağlı tikilib. Yəni qoruma məqsədi daşımırdı. Çar Rusiyası müsəlmanlara etibar etmirdi. Biz bu fikrə ehtimal deyə bilərik, çünki mətndə bununla bağlı konkret fakt yoxdur, amma yanlışdır da deyə bilmirik. Çünki burada deyir ki, işğal etdikdən sonra qala baxımsız qaldı, həm də daxilinə ermənilər yerləşdirilməyə başlandı. Yəni ermənilər yerləşdirməyə başlayıbsa, burada özlərinə dayaq yaratmaq məqsədi ilə köçürmə siyasəti yeridirlər və bu da yerli əhaliyə güvənmədiklərini göstərən bir fakt ola bilər. Ona görə 3-əni yazırıq. Ermənilər Çar Rusiyasına sadiq idilər. Yenə bunu da ehtimal kimi deyə bilirik, çünki konkret fakt yoxdur, amma köçürüldüklərinə görə deməli sadiq ola bilərlər. Y variantı 1-ci Nikolay şəxsən İrəvan qalasının işğal edilməsində maraqlı deyildi. Bu yanlış fikirdir. Deməli doğru cavab oldu A, B, Y, C-dir. C variantı. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin şərhinə uyğun deyil. Sözlərə baxaq. Bölgə, sərkərdə, artilleriya, qrafi. Deməli, müəyyən əlamətə görə fərqlənən ərazi sahəsi bu bölgədir. Böyük qoşun birləşməsinin başçısı, komandan, sərkərdə, müxtəlif quruluşlu ölçülü toplar, artilleriya, zadəgan rütbəsi, qrafi. Amma cədvəllərdə xüsusi bölmə, mətndə belə bir söz yoxdur. 24. Tarixçilər yazır ki, onların qoşunu düşmənə qarşı şir kimi döyüşürdü cümləsi mətndəki nömrələnmiş hansı çərçivənin yerinə artırıla bilər? Deməli, həmin hissədə bir müharibədən, döyüşdən danışılır. Biz də mətndə həmin hissəni məhz müharibə gedən yerdə artırmalıyıq. Deməli, baxırıq. Birinci hissədə, birinci çərçivədə Səfəvlərlə Osmanlılar arasında əldən ələ keçmişdi müharibələr zamanı dağıdılan qala divarları. Burada qala divarlarının möhkəmlənməsinə və s. danışılır. Buraya artıra bilmərik. İkinciyə baxaq. İkinci hardadır? Aha, buradadır. Ha, buradaymış. Yenə dediyimiz kimi burada qala divarının möhkəmlənməsinə və s. danışılır. Sonra İrəvanın müstəqil şəhərə bənzədilməsi və s. Bura artıra bilmirik. Üçüncü. Deyir ki, Rusiya ordusu bu dəfə də məğlub edildi. Rusiya ordusu məğlub edilib. Deməli, bunlar güclü döyüşürmüşlər. Bizə fikirdə nə deyirdi? Tarixçilər yazır ki, onların qoşunu düşmənə qarşı şir kimi döyüşürdü. Biz bu fikri məhz 3-cüyə artıra bilərik. Çünki uyğun gəlir. Onlar güclü döyüşürdülər deyə Rusiya ordusu məğlub olunur. Cavab D variantı. Fransız sözü ilə başlayan abzas ilə bağlı doğru fikirləri müəyyən edin. Deməli, bizə deyilir ki, əvvəlki abzasdakı fikri təsdiqləyir, informativ funksiya daşıyan sözlər üstünlük təşkil edir, mətndəki fikirlər ümumiləşdirilir, əcnəbi müəllifin müşahidələri əksini tapmışdı, üslubu xüsusiyyətlərinə görə digər tərkib hissələrindən kəskin fərqlənir. Deməli, fransız sözü ilə başlayan hissəyə baxaq. Fransız səyyahı Jean Chardin 17-ci əsrin ikinci yarısında İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalada 800 ev var idi və qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Görürük ki, informativ xarakter daşıyan cümlələrdən ibarətdir. Yəni, burada ilə də bədii üslubun xüsusiyyətləri özünü göstərmir. Ermənilər qalaya gündüzlər ticarət məqsədi ilə gəlir, gecələr isə oranı tərk edirdilər. Verilənləri bir də baxaq. Əvvəlki abzasdakı fikri təsdiqlənir. Fikir təsdiqlənir, bu doğrudur. Oranın təmir olunmasından və s. danışılırdı. Sonra oranın necə bir şəhərə çevrilməsi və s. bu uyğundur. İnformativ funksiya daşıyan sözlər dedik ki, üstünlük təşkil edir. Mətndəki fikirlər ümumiləşdirilir. Bu səhvdir. Mətndəki fikirlər nəticə hissəsində ümumiləşdirilir. Əcnəbi müəllifin müşahidələri əksini tapmışdı. Doğrudur. Üslubu xüsusiyyətlərinə görə digər hissələrdən kəskin fərqlənir. Bu səhvdir. Kəskin şəkildə fərqlənmir.
Sadəcə bədii üslubun, yenə bədii dedim, əslində mətn publisistik üslubdadır. Bu hissə də publisistik üsluba aiddir. Mən mətni bədii üslubla qarışdırdım bayaq. Bu da kəskin fərqlənir sözünə görə səhvdir. 1, 2, 4 doğru cavabdır. 26. Mətnə əsasən İrəvan qalasının müxtəlif dövlətlər tərəfindən işğal edilməsinə, dəfələrlə ciddi cəhd edilməsinə səbəbini müəyyən edib yazın. Elə bu hissədə, giriş hissəsində bizə deyilir ki, Rəvanqulu xan tərəfindən əlverişli coğrafi mövqedə yerləşən, yəni indiki İrəvan şəhərinin yerində 6 ilə inşa edilmişdir. Yəni, əlverişli bir yerdə yerləşirdi. Bir də strateji əhəmiyyətə malik idi. Onu da bu cümlədən görə bilirik ki, deyir, Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala. Yəni, həm əlverişli coğrafi mövqedə yerləşirdi, həm də strateji əhəmiyyət kəsb edirdi. Deməli, 26-ya bu fikirləri yaza bilirik. Məhz bunlara görə əlverişli coğrafi mövqeyə və strateji əhəmiyyət kəsb etməsinə görə dəfələrlə başqa dövlətlər tərəfindən hücuma məruz qalır. 27. Mətndə çərçivəyə alınmış cümlədə qüsurlu ifadələr müəyyən edib uyğun düzəlişlər etməklə cümləni yenidən yazın. Bizə verilən cümlə belədir. İrəvan qalasının işğal edilməsi uğruna 1827-ci il 8 noyabrda Sankt-Peterburqdakı qış sarayında 1. Nikolayın iştirakı ilə mərasim hesablanmışdı. Burada səhv nədədir? Uğruna sözü hesablanmışdı sözü. Belə olmalıydı. İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci il 8 noyabrda Sankt-Peterburqdakı qış sarayında 1. Nikolayın iştirakı ilə mərasim keçirilmişdi. Hesablanmışdı, yox, keçirilmişdi olmalıydı. 28. Mətnə əsasən cədvəli tamamlayan fikirlər yazın. Deməli, bizə müddəanı əsaslandıran faktlar verilib, biz həmin müddəanı tapmalıyıq. Deməli, verilib, Qudoviç Qafqazdakı Rus ordusunun komandanı vəzifəsindən azad edildi. İrəvan qalasını zəbt edən general Paskeviçin titullarına İrəvan qrafı titulu da əlavə edilmişdi. Bunun səbəbi nə idi? Qudoviçin azad edilməsinin. Görürük ki, oranı işğal eləyə bilmir. Hücum, döyüş uğursuz olur və nəticədə o öz vəzifəsindən azad edilir. Çünki Çar Rusiyası İrəvan qalasının işğalına xüsusi bir əhəmiyyət verirdi. Yəni, oranı işğal etməyə çalışırdı. Ona görə də Paskeviç oranı işğal etdikdə də onun titullarına İrəvan qrafı titulu əlavə olunmuşdu. Deməli, müddəamız bu oldu ki, Çar Rusiyası İrəvan qalasının işğalına xüsusi əhəmiyyət verirdi. 29. Mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəli tamamlayan qeydlər aparın. Deməli, 2 dənə simvol verilib. Baxaq. Deməli, qalada 8 məscid, 800 ev olub və yalnız Azərbaycanlılar yaşayıb. Yaşayıb söz Azərbaycanlıların orada yaşaması həqiqi mənalı, informativ xüsusiyyətə malik bir sözdür. Daha sonra ikinciyə baxaq. (1853-cü ildə baş vermiş zəlzələ nəticəsində qala divarları ciddi zədə aldı. Zədə almaq, frazoloji birləşmə, yəni məcazi mənalıdır, poetik xüsusiyyət daşıyır. Deməli, birinciyə yazırıq. İnformativ funksiyadadır, ikinci poetik funksiyadadır. İfadənin mətndəkindən fərqli funksiyada işlədilməsi. Deməli, birdə informativ idisə, deməli, yaşamaq sözü idi də orada. Fərqli funksiyada məcazi mənada işlətməliyik. Məsələn, deyə bilərik ki, onun adı hər zaman könüllərdə yaşayacaq. Könüllərdə yaşamaq frazoloji birləşmədir, yəni məcazi mənalıdır. İkincidə də deyirdi ki, zədə aldı. Zədə almaq dedik ki, məcazi mənalı idi. Biz burada həqiqi məna işlətməliyik. Məsələn, o oğlu üçün yeni paltarlar aldı. Burada almaq həqiqi mənalı sözdür. Daha sonra 30. Mətnə əsasən Venn diaqramını tamamlayan fikirlər yazın. Osmanlı qoşunları, Rus qoşunları. Deməli, mətndə bizə verilmişdi ki, Osmanlı qoşunları qala divarlarını təmir etdirirlər, onu möhkəmləndirirlər. Yəni, qalaya qayğı göstərirlər Ruslardan fərqli olaraq. Rus qoşunları isə əksinə qalaya etinasız yanaşırlar, onun dağılsa belə təmir etdirmirlər.
qalanın ərazisinə eyni zamanda erməniləri köçürürdülər. Ortaq xüsusiyyətə də yaza bilərik ki, hər ikisi qalanı əldə etmək uğrunda mübarizə aparmışdılar və qalanı işğal etmişdilər. Deməli, bu da 30-cu sualın cavabı idi. Suallar bu qədər. Hər hansı bir sualınız olarsa, rəylər hissəsinə yaza bilərsiniz. Növbəti videolarda görüşənə qədər